Bələdiyyələrin əhali qarşısında hesabatlılığı. Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünü idarə etmə formasıdır. Fəaliyyətlərində şəffaflıq və hesabatlılığın təmini onların əsas vəzifələrindəndir. Onlar öz fəaliyyətləri barədə vətəndaşlara mütəmadi məlumat verməli, görülən işlər və xərclənən vəsaitlər haqqında hesabat təqdim etməlidirlər. Bələdiyyələrin statusu haqqında qanuna əsasən, bələdiyyələr yerli büdcənin icrası haqqında yarımillik və illik maliyyə hesabatları hazırlayır. Hər ilin yanvar ayının 3-cü həftəsi ərzində görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi barədə hesabat verir. Yarımillik hesabatlar hesabat dövründən sonraki ayın 15-nədək, illik hesabatlar isə növbəti ilin yanvarın 30-nadək təqdim edilməlidir. Hər iki hesabat bələdiyyə iclasında 15 gün ərzində təsdiq olunur. Qeyd edilən hesabatlar yerli əhalinin tanış olması üçün bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. Habelə yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bununla yanaşı, hər bir bələdiyyə üzvü 6 ayda ən azı bir dəfə seçiciləri qarşısında hesabat verir. Yerli bələdiyyə vergi və ödənişlər haqqında qanuna əsasən, bələdiyyələr tərəfindən vergi və ödənişlərin yığılması və istifadəsi prosesi tam şəffaf olmalıdır. İnformasiya əldə etmək haqqında qanuna əsasən, bələdiyyələr hər kəsin maneəsiz və bərabər şəkildə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Hər kəs qanunvericilikdə müəyyən edilmiş şərtlər daxilində bələdiyyələrdən məlumat ala bilər.